Əziz tədbir iştirakçıları, çox hörmətli şəhid anaları, şəhid ataları, şəhid ailələri, əziz tələbələr, hər birinizi salamlayırıq. Allahdan rəhmət diləyirik bütün şəhidlərimizə. Allah hamısının ruhunu şad eləsin inşallah. Şəhidlərimizin əziz əmanətlərinə Allah can sağlığı versin. Artıq bir məzarın başında layihəsinin 4 yaşı belə deyək tamam olur. Biz bu 4 ildə, indi təqdimatda da qeyd olunacaq, 400-ə yaxın şəhid çəkmişik. İstər 1-ci Qarabağ, istər 2-ci Qarabağ, fərq qoymadan, itkin olan, məzarı olmayan, Mingəçevirin qeydiyyatında olan bütün şəhidlər yaddan çıxmayıb və hansı şəhidlərimiz ki, çəkilməyib, inşallah növbəti aylarda Allah bizə ömür verərsə, inşallah bu layihəni davam elətdirəcək. Bugünkü tədbirimizdə 1993 və 94-cü il şəhidlərinə və 44 günlük müharibə zamanı şəhid olan Təbriz Cüməlzadənin həyatına həsr olunub. Əvvəlcə xahiş edirik ki, ayağa qalxaq və şəhidlərimizi bir dəqiqə sükutla yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilsin. Azərbaycan, ey qəhrəman evladım, şanlı və səndən ötürü can verməyə cümlə hazırız. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsud yaşa. Üç rəngli bayrağınla məsud yaşa. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban. Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan. Namusunu hifz etməyə, bayrağını yüksəltməyə. Namusunu hifz etməyə, cümlə gənclər müştaqdır. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Əvvəlcə bu layihəni demək olar ki, biz Gənclər Evinin əsas köməkdarlığı ilə reallaşdırırıq. Və mən qonaqlarımızı salamlamaq üçün Gənclər Evinin rəsmi müəlliməsi Humay xanıma söz vermək istəyirəm. Mikrofonumuz işləyir. Əziz şəhid ailələri, dəyərli gənclər, biz bugün burada vətən uğrunda canından keçən qəhrəman oğul və qəhrəman oğullarımız üçün yığışmışıq. Bilirsiniz ki, Mingəçevir Gənclər Evi artıq 2020-ci ildən bura çalışır ki, siz ailələrin yanında olsun və biz əlimizdən gələni edirik ki, kiçik də olsa, heç olmasa sizə dəstək olaq. Düzdür, sizin içinizdəki ağrıları heç bir zaman dindirə bilmərik, amma bizim məqsədimiz odur ki, istəyirik ki, bizdən sonra, həmişə qeyd edirəm ki, bizdən sonra da davamçılarımız gənclər olsunlar və bizim həyata keçirdiyimiz missiyanı onlar davam etdirsinlər və şəhidlərimizi heç vaxt unutmasınlar. Və bugün çox xoşdur ki, artıq gənclərimiz, biz onları dəvət etməsək belə Cavid müəllimin vasitəsindən digər haradansa görürlər və gəlirlər bu tədbirlərdə iştirak edirlər. Bu da onu göstərir ki, nə qədər biz şəhidlərimizi unutmasaq, bu kiçik də olsa sizin ürəyinizdə bir təsəlli olacaq. Mən arzu edirəm ki, bundan sonra müharibə olmasın
Bundan sonra bizə əmanət olunan torpaqların qədrini bilək. O zaman şəhidlərimizin ruhu şad olar. Çox sağ olun. Sonraki çıxışımızı biz bildiyiniz kimi şəhər rəhbərliyi də bu işdə çox dəstək olur və Mingəçevir İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Seymur müəllimə söz vermək istəyirik. Çıxışları əvvələ salmışıq. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli şəhid ailələri, atalar, analar, bacı qardaşlar, yoldaşlar, kimlər burada iştirak edir. Hər birinizi salamlayıram. Biz də Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkil şöbəsi olaraq 4 ildə artıq bu layihədə yaxından iştirak edirik. Yəni bizi də bu tədbirə dəvət edirlər. Biz də demək olar ki, bir neçə dəfə istisna olmaqla qalan bütün aylarda çalışdığımız qədər biz də iştirak edirik tədbirdə və qeyd olunduğu kimi məqsəd birdir. Vətən uğrunda canından keçən, torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizi unutmamaq və unutturmamaq, onları daima xatırlamaq, yad etmək və eyni zamanda onlara hörmət və ehtiramımızı bildirmək, həmçinin də onların ailə üzvlərinə öz ehtiramımızı bildirmək, daima onların yanında olmaq. Bu layihə, yəni qeyd olunduğu kimi 4 ildə artıq davam edir və bu müddət ərzində görülən həm Cavid, həm Pünhan müəllim belə deyək də əsas biz yəni daim bir yerdəyik. Yəni bunlar bir növ belə deyək də minnətdarlığa layiq bir işlə məşğuldurlar. Bu onların bir necə deyim, şəhid ailələrinə göstərdikləri bir qayğı, bir səmimiyyət. Həmçinin də bu qardaşlar ilahiyyatçıdırlar. Bir növ elə bil ki, bir elm, hikmət, bir necə deyim, ixlas fəaliyyəti ilə məşğuldurlar. Yəni öz diqqət qayğılarını ailələrə belə göstərirlər. Mən də onların bundan sonraki işində onlara uğurlar arzu edirəm. Yəqin ki, belə başa düşürəm ki, bu layihə bitsə də belə, bundan sonra da onlar bu istiqamətdə başqa bir, yəqin ki, bir layihə fikirləşəcəklər və bunu davamlı şəkildə edəcəklər. Bəli, bugün də biz bir neçə şəhid, həm 93-94-cü il Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş və eyni zamanda da 2020-ci ilin Vətən müharibəsində iştirak etmiş şəhidlərimizin ömür yoluna nəzər salacağıq, onları xatırlayacağıq. Mən şəhər rəhbərliyi adından və şöbəmiz adından şəhidlərimizin ailələrinə, yaxınlarına Allahdan səbir, dözüm diləyirəm. Şəhidlərimizə də ruhları şad olsun deyirəm. Yəni çalışağın, unutmayağın və unutturmayağın. Diqqətiniz üçün sağ olun. Biz də çox təşəkkür edirik Səmməm sizə. Mingəçevir Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri, şəhidimiz Elçin Həsənovun anası İrani xanıma söz vermək istəyirik. Hörmətli tədbir iştirakçıları, gənclərimiz, qəhrəman analarımız, qəhrəman atalarımız. Bu günlərim doğrudan da baxıram bu zala, burada gözəl anaların, dəhtə anaların, şəhərimizin 90-cı ildən bəri bütün şəhid anaları adından sizlərin hər birinizə səbirlər diləyirəm və o cümlədən sizə Allah Taala uzun ömür, can sağlığı versin və bütün balalarınıza yerdə qalan sizin simanızda bütün evlatlara, bütün Azərbaycan xalqına xeyir işlər qismət eləsin. Başda Prezidentimiz İlham Əliyev cənabları olmaqla. Allah Taala, çünki biz xalq balaca bir ülkəyik, bizim göydə Allahımız, yerdə də bir prezidentimiz var. Əziz analar, bu günlərin doğrudan da çox, mən bugünkü çıxışımda, yəni həmişə şəhid ailələrinə necə lazım sözlərimi demişəm. Çünki onların dərdi mənim dərdim, mənim dərdim onların dərdi. Özünüz də görürsünüz ki, mən heç zaman rahat danışamıram. Çünki bir anlıq o səhnəni öz gözümün qabağına gətirirəm ki, həmin vaxtda mən necə olmuşam və siz də bugün necəsiniz. Amma bugün doğrudan da bir məzarın başında olan layihəsi çox həddindən artıq qiymətə, belə ən layiqli qiymətə layiq olan bir layihədir.
Çünki qabaqlar, indi burada birinci şəhidlər də var, əyləşiblər. Allah hamısına can sağlığı versin sizlərlə belə. Bizdən inciyirlər ki, niyə qabaqlar yox idi, indi var. İndi hər devrin bir çətinliyi var, hər devrin öz vaxtı var. Amma son 4 ildir ki, artıq bu layihə ilə fərqi yoxdur. Birinci şəhid ailəsi, ikinci şəhidimiz, hamısı qəhrəmandır, hamısını çox gözəl belə layiqli onların qəbirlərinin başında çəkiliş aparılıb, evlərinə gediblər. Bu bir şəhid ailələrinə balaca, qıraqdan baxana balaca görünür. Amma bir şəhid ailələrinə, bir şəhid analarına bu həddindən artıq böyük bir diqqətdir. Odur ki, bu layihəyə görə mən İlhamə müəlliməyə çox-çox minnətdaram. Cavid müəllimə, Güntəb balama, eyni zamanda onların bu günlərim Aydın müəllim yoxdur, Aydın müəllimin özünə. Çünki soyuq, isti, baxma, buradadır mı? Allah can sağlığı versin, sağ olun. Yəni sizin hər birinizə bütün analar adından uzun ömür, can sağlığı və sizin bu 4 iliniz inşallah nə qədər xalqımız var, nə qədər Azərbaycanımız var, həmişə daimi olsun. Uzun ömürlü olsun. Sağ olun. Çok sağ ol. Allah sağda Çox təşəkkür edirik. Allah sizə böyüklükdən əksik eləməsin. Allah sizə can sağlığı versin. Çıxışları əvvələ salmışıq, çünki təqdimatımız da var filmdən sonra. İrani xanım da qeyd elədi, burada gənclərimiz iştirak edir və bu layihədə çox əziyyət çəkən şəxslərdən biri də 90-cı illərdə necə ömürgün yoldaşı Faiq İsmailov, indi də İlhamə müəlliməyə söz vermək istəyirəm. Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq. Dəyərli şəhid ailələri başda olmaqla, hörmətli tədbir iştirakçılarının hamısını salamlayıram. Yəni, bu layihəni mən Faiq İsmailovun başladığı layihənin davamı kimi görürəm. Ona görə də ilk növbədə mənim təşəkkürlərim var. İlk növbədə şəhid analarına, şəhid valideynlərinə, şəhidin dəyərli əzizlərinə minnətdarlığımı bildirirəm ki, yəni şəhid adının ucalığını yaşatmaq, o da ada layiq olmaq, yəni hər ailəyə nəsib olmur. Yəni hər oğula bu ad nəsib olmur. Mən dəfələrlə, qazilərlə də bizim bir layihəmiz var. Dəfələrlə şahid olmuşam ki, yəni döyüşçü oğlanlar ağlayırlar ki, Allahın qatında biz də arzuluyorduk. Niyə bizə bu ad nəsib olmadı? Yəni bu Allahın böyük lütfüdür. Allahın böyük lütfüdür ki, yəni bizim millətə Allah, yəni oğulların içərisindən seçilmiş evlatlar da nəsib eləyib ki, biz onların işığına toplaşırıq. Yəni, o adın ucalığına yığışırıq. Mingəçevir Dövlət Universiteti olaraq biz layihədə 4 ildir iştirak edirik tələbələrimizlə. Bugün o tələbələrə də minnətdarlıq eləyirəm. Şəhidə dəyər verdiklərinə görə, şəhid adının ucalığını dərk etdiklərinə görə. Mən Cavid müəllim və Pünhan müəllimə xüsusi razılığımı bildirmək istəyirəm. Bəlkə də onlar heç kəsdən minnətdarlıq gözləmirlər. Necə ki, mən gözləmirəm. Çünki bu bizim boynumuzun borcudur. Vicdan borcundan da üstün borcdur. Çünki qanları ilə, canları ilə o torpağı, o vətəni bizə bəxş eləyiblər. Vətən o vaxt vətən olur ki, ona şəhid qanı qarışır. Bir şeyi vurğulamaq istəyirəm. Tez-tez yəni, paylaşımlar eləyirlər. Mən hələ o torpaqlara gedə bilməmişəm. Ona mənim imkanım da çatır. Amma mən belə fikirləşirəm ki, indən sonra biz yaşamaqdan ötürü, yəni aldığımız nəfəsə görə, o oğlanları borclu olduğumuza görə daima o, necə deyim, onları daima yad etməliyik, o şəhid ailələrin yanında olmalıyıq və bir şeydə, harada işləyiriksə vicdanla işləməliyik. Yəni, bu günlərim kimsə, hardasa oturub o rüşvət barədə fikirləşirsə, hardasa oturub gəlir barədə fikirləşirsə, yəni haram olsun ona. Konkret olaraq bunu deyirəm. Çünki bu vətən, yəni ilindən asılı olmayaraq, yəni şəhid qanı ilə, şəhid adı ilə, yəni bu torpaq, bu vətən, bu dövlətçilik çətin başa gəlib, çox çətin. İllərlə, tarixlə nəzər yetirsək, İrana xanımın sözü olmasın, 1903-cü ildən bu yana, yəni oğullar var ki, Cumhuriyyət dövrün ziyalıları olsun. Məsəl üçün, onlar da fədaidir, onlar da şəhiddir. Yəni, təkcə şəhid döyüş meydanında olmur. Yəni, bu vətən uğrunda nə qədər qanını, canını, evladını vətən yolunda verən insanlar var.
Ona görə də bu vətəndə yaşamaq üçün namusla, şərəflə yaşamaq lazımdır. Bu vətəndə yaşamaq üçün, yəni o haqqı bizə, yəni o haqqı yaşamaq üçün, yəni o haqqa nail olmaq üçün biz vicdanla çalışmalıyıq. Bu vətənə layiqincə xidmət etməliyik və heç vaxtı da bu oğulları unutmalı deyilik. Yəni harda imkanlarımız çatırsa, onların tanınması istiqamətində işlər görməliyik. Mən bilirəm ki, Pünhan müəllimdə, Cavid müəllimdə, yəni onu dərk eləyərək, şəhid adamcılığına tapınaraq bu işləri görürlər. Ona görə onlara təşəkkür edirəm və bu yolda onlara uğurlar arzulayıram. Çox sağ olun. Qarabağ Əlillər və Veteranlar Cəmiyyətinin sədri Əlağa müəllimə də inşallah söz verək bir neçə kəlmə. Hörmətli toplantı iştirakçıları, mən də öz adımdan, təmsil edədiyim təşkilatın adından bugünkü işin təşkilində böyük xidmətləri olan Cavid müəllimə, Sübhan müəllimə öz minnətdarlığımı bildirirəm. 90-cı illərdə bizim də payımıza düşdü vətəni qorumaq. Həmin dövr çox çətin dövr idi. Burada oturanların əksəriyyəti həmin dövrü görüblər. Mən sizə bir xatirəmi demək istəyirəm. 93-cü ilin yanvar ayında Fərrux uğrunda döyüşlərdə artıq yaralanmış şəhid olmasına heç bir şübhə qalmadı ki, bu şəhid olacaq. O vaxt çətin dövr idi, nə həkim yox idi, nə bir şey. Tərlan adında oğlan, o dedi ki, komandir, bilirsiniz şəhid niyə müqəddəsdir? Dedim ki, sən şəhidlikdən danışma da. Dedi, yox, bilirsiniz niyə müqəddəsdir? Çünki şəhid torpağı vətən eləyir. O torpağı vətən eləyən oğullar haqqında bugün bu kişilər film çəkirlərsə, biz onların qədrini bilməliyik. Allah sizə səbir versin birincisi. Yəni, mən görmüşəm də, bir yerdə işləmişik, görmüşəm. Birincisi səbir versin. İkincisi də ki, heç vaxt əsəbləşib deməyin ki, filan şəhid ailəsi mənə bu sözü dedi, onu da başa düşmək lazımdır. Onun haqqında bugün, yəni siz o filmdə onunla danışdırırsınız, o həmin xatirələri bir təkrar yaşayır, həmin günləri. O evladını tək qoyub cəbhəyə gedən həyat yoldaşını, ya yaxud qardaşını və yaxud atasını təzdən bir də həmin xatirələri yaşayır. Yəni sizə uğurlar arzulayıram, Allah köməyiniz olsun. Can sağlığı versin. Əlağa müəllimin nəvəsi Əli İslamın adını daşıyır. Bizim namaz qılan qardaşımız var. Onların xatirəsini yaşatmaq üçün Əli İslam qoyub uşağın adını. Yəqin Sevinc ana da bilir. Allah ömür versin sizlərə də. Ümumiyyətlə şəhərimizin ziyalılarını Allah qorusun. Nemət müəllim də bu yaxınlarda rəhmədə getdi. Allahdan ona da rəhmət diləyirik. Rota komandiri. Allah rəhmət etsin. İndi isə şəhidimiz Təbriz Cüməlzadənin atası İldırım əmiyə söz verək. Onun həmçinin hədiyyələri də var. Əvvəla hamını salamlayıram. Allah şəhidlərimizin ruhunu şad eləsin, yerləri rahat olsun. Hamı minnətdaram. Tələbələrimizə də, şəhid valideynlərinə də, hər kəsə minnətdarım. Can sağlığı. Allah sizləri qorusun. Ananı da dəvət edəyək. Ülviyə ana, siz də yaxınlaşın zəhmət olmasa. Mən də hamını salamlayıram. Sağ olun ki, bugünkü gündə bizi tək qoymadınız. Bizim yanımızda oldunuz və gənclərimizə, şəhid analarına, atalarına, Cavid müəllim sizə, Rəna anaya, hamıya, Seymur müəllim sizə, yəni adını hamını tək-tək çəkə bilmirəm. Hər kəsə təşəkkür edirəm. Bugün bizi tək qoymadınız. Allah bütün şəhidlərimizdən ruhunu şad edesin. Mən indi bugün burada Seymur müəllim, zəhmət olmasa. Əlamam sizə zəhmət olmasa. İran ana, zəhmət olmasa deyil. İlhamla müəllim. Sizin yerdə qalan balalarınız, oğlunuz və sizin oğlunuzun simasında, bax, bütün bu gözəl anaların, şəhid anaların, şəhid həyat yoldaşlarının, gənclərimizin hamısının ömrü uzun olsun. Uzun qədər sağ, təmiz axarı olsun. Allah rəhmət eləsin balalar. Çox sağ olun, minnətdarım. Bir dənə də deyən parça şəhid olsun. Oldu da, bir dənə qırışıların içləri uğrayarız. Siz, bu şəhidimiz, şəhid mən
Çok sağ olun. Buyurun, buyurun. Şəhid ailələrinin hamısı bizim üçün dəyərlidir. Bu şəhidin atası, yəni Təbrizin atası İldırım kişi ən çox mən deyərdim ki, oğlunun tanıdılması istiqamətində iş görən, can fişanlıq edən bir atadır. Ona bir almış deyir. O hamısı doğrudur. Bir dənə şey, hörmət qoyaq. Şəhidinə hörmət qoyaq. Bax, əsas məsələ o. Allah razı Gedir. Bir dənə mahnını yoxlayaq. Təklif edirəm ki, inşallah filmimizi izləyək. Sonraki inşallah tədbirimiz davam edəcək. Bugünkü çəkilişimizi biz 1993 və 94-cü il şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Təbriz Cüməzadə İldırım oğlunun həyatına həsr eləmişik. Allah buyurur, şəhidin qanı yerə düşdüyü andan mən onun günahlarını bağışlayaram, əfv eləyərəm. Şəhid olan müddətdən 2 qalınlığı var olmalı. Boğazın burasına da fırdık de başını en çok öptüğümüz yere değdirdi. O da deməkdir ki, qorxma, o da mənə vura bilmirlər ki, deyək. Ya Allah, bir daha rəhmət diləyirik bütün şəhidlərimizə. Allah şəhid əmanətlərini qorusun, Allah sizə can sağlığı versin, səbir versin. Dünyada sizi imtihan eləyib, Allah inşallah ahirətində qovuştursun. Bizim layihəmizdə ümumən şəhid ailələrinin, belə deyək, bəzi tədbirlərində öz fəallığıyla seçilən insanlar olub ki, hətta bəziləri, belə deyərdim, diqqətdən kənarda qalıb. Mən istədim ki, öz layihəmiz adından onları təltif eləyək, təşəkkür eləyək şəhid anaları, şəhid ataları, ailələri adından. Allah hər birinə can sağlığı versin. Əvvəlcə dəvət eləyirəm Esmirə xanım Hidayətovanı, Mingəçevir şəhid və qazi ailələrini göstərdikləri diqqət və dəstək qayğıya görə. Hətta Esmirə xanım 1-ci Qarabağ şəhid ailələrində də tez-tez olur və çəkilişlər edir. Çox təşəkkür edirik. Sözünüz varsa buyurun. Sözü təşəkkür edirəm sizə. Sizə çox əziyyət çəkmisiniz. Şəhid ailələrinin hamısından yanında olmuşam. Həmşəhərlərimiz bilirlər. Allah hamısı bütün şəhidlərimizə rəhmət etsin. Allah rəhmət etsin. Var olasın. Çox sağ olun. Bir qardaşımız burada iştirak eləyir. Abidə və bulaq açılışlarında, əvvəlki illərdə Nur Dəstək qrupunda həmişə Türkan müəllimə də, mən də hər zaman yığanda gəlib təmənnasız şəhid valideynləri də təsdiq eləyərlər bunu. İştirak eləyib İmran İmranlı qardaşımızı dəvət eləmək istəyirəm. Allah ondan da razı olsun. Əl çalaq inşallah. Sözüm varsa. Sağ ol. Allah rəhmət eləsin. Var olasın. İndi isə son günlərdə, son bulaq demək, abidə açılışlarında Aydın müəllimə əziyyət veririk. Aydın müəllim Quliyevi dəvət eləmək istəyirəm bura. O da şəhid ailələrinin yanındadır. Hə, bəli. Xatırlatdılar ki, həmçinin Aydın müəllim keçmiş döyüşçümüz olub, qazimizdir. Əvvəlcə şəkil çəkdirək. Buyurun, bir neçə kəlmə gir, sözünüz varsa. Mən də fürsətdən istifadə edib Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah ölkəmizdə, məmləkətimizdə əmin-amanlığı hər bir zaman bərqərar eləsin.
Allah bütün şəhid ailələrinə dözüm və səbirlər əta eləsin. Və sözümü bir şeir parçası ilə bitirmək istəyirəm. Deyir, saralıban solsa çiçək, ilk baharda solmayaydı. İnsanların arasında biganəlik olmayaydı. Qara saçlar deyirəm mən, ağarmayın vaxtsız nədən? Heç bir ana dərd əlindən saçlarını yolmayaydı. Allah sizlərə səbir, dözüm əta eləsin. Allah hər bir zaman elimizdən, obanımızdan əmnamanlığı əski eləməsin inşallah. Sizə də özlərim minnətlarımı bildirirəm. Bu bir məzarın başında layihəsindən bu şəhid ailələrini hər bir zaman yad eləyirsiniz. Allah can sağlığı versin, çox sağ olun, çox var olun. Bizim elədiyimiz hər bir xidmət şəhidlərimizin xidmətinin qarşısında bir saman çöpü qədər nazikdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət. Bir gün bir məclisdə də olanda orada qeyd elədim ki, Allah Peyğəmbər və onun əhli beyti və şəhidlərimizə rəhmət eləsin. Deyəndə dedilər ki, valla o sözü bir də elə işlətmə. Onlar öldüləri ilə şəhidlərimiz rəhmət qapısıdır. Qoy elə denən ki, şəhidlərimizə rağmen Allah bizə rəhm eləsin. Sağ olun. Çox təşəkkür edirəm. Mingəçevirə şəhidlər gələrkən təmənnasız onların birinci şəklini hazırlayan, sonradan da hətta bizim bəzi layihələrimizdə bizə köməkdarlıq eləyən o şəhid anaların, atalarına hədiyyələr hazırlanarkən daim güzəşt eləyən qardaşımız Müşfiq Səfərəliyevi dəvət eləmək istəyirəm bura. Sözünüz varsa, Allah köməyiniz olsun. Bir qardaşımız da şəhidlərin dəfnində çəkiliş eləyib, özü gələ bilmədi, amma oğlunu göndəribdir. Rəcəb qardaşımız, onun oğluna verək. Rəcəb qardaşımız o dəfn kadrlarından da biz istifadə edirik, Allah ona can sağlığı versin. Təmənnasız çəkib o kadrları da. Hətta məsələn ona təklif də ediblər icra hakimiyyətindən, amma heç bir belə deyib şəhidlərə qurbandır canımız. Bunu verək sizin atanızdan. Var olasınız. Səttar Rəcəboğlu ki yazılar yazılır. Səttar onun oğludur, Rəcəb də onun atasıdır. Bir qardaşımız da buradadır. Onun əl işləri bəzi şəhid ailələrimizdə var, bəzilərində. Mən bu hazırlayandıkən dedi ki, mən axı yekunlaşdırmamışam. Gəlmək istəmirdi, amma mən dedim ki, yox da, inşallah sən gəl. Allah ömür verər, növbəti şəhid ailələrinə də o xeyir işləri görə bilərik. Şəhidlərimizin şəkili ilə bağlı jalus ki hazırlanmışdı. Bəzi məktəblərə və bəzi evlərə. Elvin Namazov qardaşımızı dəvət eləmək istəyirəm. Bir qardaşımız da siz əziz analar, səslər hamısı gedir. Qardaşımız da həmişə şəhid ailələrinin yanındadır, o çəkilişləri ilə. Rəşad Salahbanovu dəvət eləmək istəyirəm. Ora bax, ora bax. Ya Allah. Ya Allah. Bir qardaşımız da həm qazidir, 2-ci Qarabağ döyüşçüsüdür, həm də bizim bu tədbirlərimizdə həmişə bulaq abid açılışlarına haçan desəm gəlir iştirak eləyir. Sadiq qardaşımız Paşayev, dəvət eləyirik onu. Sözüm var. Allah köməyiniz. Sahib sənin şəkili kim çəkəcək?
Sən də sahibi çək də təqdim eləyən. Sahib qardaşımızın atasına da Allah rəhmət eləsin. Qazimizdir, qazi oğludur. Həmçinin bacardığı qədər şəhid ailələrinin yanındadır. Sahib qardaşımızı təltif eləmək istəyirəm. Abdullah, Sahib Abdullah. Allah köməyimiz. Sözüm var idisə. Və bir sonuncu təltifimizi əziz analar. Ay Tovuzonu, qurban sizə. Bu insan da həqiqətən diqqətdən kənarda qalıb, amma biz onun ən çox əziyyətini gördük, yəni şəhidlər üçün əziyyətinin şahidi olduq və çəkilişlərimizdə də onun istifadə eləyirik. Şəhidimiz Məhəmmədin dayısıdır. Vüqar Məmmədov dəvət eləyirik Vüqar müəllim. O bütün demək ki, şəhidlərin hamısının tədbirini çəkir. Sözünüz varsa Allah köməyiniz. Amin. Ya Allah. Və sonda mən layihənin digər üzvü Pünhan müəllimə söz vermək istəyirəm. Bir neçə kəlmə müəllim. Yaxşı. Bismillahirrahmanirrahim. Allah hər birinizdən razı olsun, dəyərli şəhid ailələri, dəyərli tədbir iştirakçıları, dəyərli tələbələr. Heç vaxt başda İlham müəllim olmaqla bütün tələbələr təşəkkürümüzü bildiririk. Tədbirimizi heç vaxt boş buraxmamısınız, var olasınız. Bugün bizim layihənin 4 yaşı tamam olur və Seymur müəllim dediyi kimi davamlı olmağını arzulayırıq inşallah. Çox sağ olun, var olasınız. Deməli, şəhidimiz Məhəmmədin qızı Bahar xanım gəlib, amma çox gözləyə bilməyib. Hədiyyəsi də var imiş. İlham müəlliməni dəvət edirik. Sizi adınızı qeyd edib, buraya yazıb ki, İlham müəllimə sizlərə təşəkkür edirəm layihənin ad günlüyünə görə eləsin. O da xəstəxanada işləyir Bahar xanım. Şəhidimiz Məhəmmədin. Mən də təşəkkürümü çatdırarsınız Bahar xanıma. Sağ olsun. Təşəkkür edirəm. Yəni dəyər verdiyi üçün, amma gözləmirdim. Çox sağ olsun. Mən bu gülü bütün şəhid analarına elə bil ki, ünvanlanmış bir gül dəstəsi kimi qəbul edirəm. Seymur müəllim, yaxınlaşın inşallah. Seymur müəllim, yaxınlaşın. Seymur müəllim dedi bir neçə kəlmə. Aygün xala, siz də inşallah qazimiz. Seymur müəllimlə sonra yaxınlaşın. Sözlər. Çəkilməsin? Onda səs gedir də. Dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları, biz bayaqdan qeyd olunur, artıq 4 ildə də bütün tədbirlərdə bir yerdə iştirak edirik. Və bizim Cavid Ələmdar və Pünhan Hüseyni ilə birlikdə həmişə bütün tədbirlərdə bir yerdə iştirak edirik. Mən də istədim ki, bu 4 yaş münasibəti ilə şəxsən öz adımdan qardaşları belə deyək də bir qiymətləndirim. Sizlik də olsa bir özümün də hədiyyəm var. Zəhmət olmasa onları gətirərdik. Siz də sağ olun, siz sağ olun ki, daim şəhid ailələrinə qayğı, diqqət, səmimiyyət göstərirsiniz. Bu da mənim şəxsən öz adımdan sizin üçün, yəni, belə deyək, qeyd eləmək istəyirəm ki, sevməm, həmişə şəhid ailələrinin də sözünü deyə biləcək ünvan sizsiz şəhərimizdə. Çox təşəkkür edirik. Həqiqətən Polad Həşimovun 6 il köməkçisi işləmiş və polkovnik leytenant tərəfindən bu hədiyyəni də almaq bizim üçün fəxirdir. Allah sizə can sağlığı versin. Allah ömrünüzə bərəkət versin inşallah. İldırım kişi elə dedi, Cavid qardaş dedi, yadıma düşdü. Sizin o xatirə üçün hazırladığınız fincandakı şəkil, bir dəfə tədbirdə mən şəxsən Polad Həşimovun şəklini göstərəm. Mən onu göstərdim, mən vermişəm. Həmin şəkili veribdir, təsadüfdən bilmirəm necə olubsa. Sağ olun, Allah razı olsun. Seslim orada gözəl, bəli, var olasın. Allah can sağlığı versin. Aygün xala, nəsə söz deyirsiniz? Sizlə yekunlaşdıraq.
qısa olaraq çünki gedib xatirə ehsan tortumuzu da kəsməliyik. Mənim əziz şəhid analarım, bacılarım, şəhid həyat yoldaşı itirənlər. Gedir, ses gedir. Qısa olaraq. Bilirsiniz ki, mən 92-ci ildən mart ayından bu yoldayam. Bu yolda dönüş yoxdur. Türk Dünyası Dayanışma və Yardımlaşma Birliyinin üzvüyəm. Həm də Türk İstihbaratın işçisiyəm. Mənim görəvim gələn il ya mart ya may ayında bitir. İndi məni Türk səfirliyi nümayəndəsi çağırıb, dağ-dağa rast gəlməsə insan insana rast gəlir. Kuzey Güney Kıbrıs Cumhuriyyətinə göndərir bir Azərbaycanlı qadını kimi. Bu il yayda 25 iyulda Erdoğan qardaşımla, Devlət Baxçalı ilə görüşdüm. Dedilər, Aygün xanım, hara? Dedim, hara desəz ora. Harda türklər var, harda Azərbaycanlılar var, ora vətəndir. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Cavid müəllim, bir xahişim olacaq. Eldənizin anası Minəyə xala buradadır. Eldənizin çəkilişini eləyib mənə göndərərsiniz. Eləmişik. Yox, bilirəm. 92-lər qutarmışıq biz. Bilirəm. İsmi də vermişik. Mənə görə də bilirəm. Ona görə ki, onun dəyərlimizdir, qonşumuzdur. Bilirəm, qonşunuzdur, onun cənazəsini bizim batalyon gətirdi. Allah hamısına çox sağ olun. Bağışlayın da, rastlaşlar. Əziz şəhid ailələri, anaları, ataları xahiş eləyin inşallah xatirə şəkili çəkiləndən sonra aşağı düşək o şəhidlərin ehsanına o tortu kəsək. Allah köməyiniz olsun. Lahiyə bizim 4 yaşı tamam olur. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirik. Allah sizin can sağlığı versin, şəhid ölməkləri. Kəsin, siz yapın. Uşaqlar, babası nerede yapsın? O gün olsun, xeyir işlərdə keçəyik. Şəhid ailələrdə Allah xeyir işlərdə. Anaları çək, şəhid anaları çək. Hamısını. Ya Allah. Anaları çek. Ortalara ver.